Artıq noyabr ayının 24-ü səhər saatlarında və 24-ü axşama doğru isə bu tədricən bu orta troposferdəki antisiklonik bloklanmanın artıq Mərkəzi Asiyaya doğru yaxınlaşması və ərazidə hava şəraitində artıq tədricən Qafqaz regionunda hava şəraitində dəyişikliyin ilkin siqnallarının artıq noyabr ayının 25 axşama doğru bu siqnalların müşahidə edilməsi gözlənilir. Artıq noyabr ayının 26-sında isə Qafqaz regionundan Qara dənizin şərqindən daxil olması gözlənilən lokal xarakterli siklon sisteminin, yəni zəif siklon sisteminin təsirindən Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarından başlayaraq noyabr ayının 26-sı axşama doğru hava şəraitinin dəyişikliyi gözlənilir. Artıq noyabr ayının 27-si günün birinci yarısında isə bu sistemin tədricən Azərbaycanın şimal və qərb rayonlarının keçməsi nəticəsində artıq şimal-şərq rayonlarında və eyni zamanda Xəzər dənizi yaxınlayan şərq rayonlarında və Bakı-Abşeron-Sumqayıt arasında da noyabr ayının 27-ci günün birinci yarısından başlayaraq hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir. Havanın temperaturu noyabr ayının 26-sı axşamında 27-ci gün ərzində noyabr ayının 23-cü və 24-cü ilə müqayisədə 4-8 dərəcə qədər havanın temperaturunda azalma gözlənilir. Bu proseslərdən sonra isə Qafqaz regionunda hava şəraiti nisbətən sabitləşə bilər noyabr ayının 28-də, lakin noyabr ayının xüsusilə də artıq son günlərində, yəni 29-u artıq günün birinci yarısından başlayaraq Şimali Qafqaz ərazisindən lokal, lakin intensiv xarakterli ekstra tropik siklon sisteminin keçməsi və şimaldan Rusiyanın qərbindən daxil olması gözlənilən soyuq hava axınları ilə Qafqazın şimalında bir-birlərinin qarşıması fonunda Qafqazın şimalından başlayaraq noyabr ayının 29-u günün birinci yarısından başlayaraq Qafqazın şimalında hava şəraitində kəskin soyuma ehtimalı var. Bu proses tədricən güclənəcək və nəticədə noyabr ayının artıq 29-undan 30-una keçən gedib, 30 günün birinci yarısında isə artıq bu Şimali Qafqazdakı lokal, lakin intensiv ekstra tropik siklon sisteminin Qara dənizin şərq rayonlarına yaxınlaşması və Türkiyənin şimal-şərq rayonlarında, eyni zamanda Qara dənizin şərq rayonlarında, Gürcüstan ərazisində, Şimali Qafqazda və Azərbaycanın şimal-qərb rayonlarında hava şəraitində kəskin soyuma ehtimalı var. Yəni Avropa modelinin yenilənmiş məlumatlarının təhlillərinə əsasən noyabr ayının 26-sı axşam və 27-si gündüz saatlarında hava şəraitində qısa müddətli zəif dəyişiklik olsa da, ən böyük dəyişiklik isə noyabr ayının 29-u gündüz saatlarından başlayaraq əvvəlcə Şimali Qafqazda, noyabr ayının 30-cu günün birinci yarısından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitində kəskin dəyişiklik gözlənilir və havanın temperaturunun 7-12 dərəcə azalması ehtimalı var.